Salam dəyərli izləyicilər, Hakim studiyasındayıq. Xoş gördük sizi yeni sayımızda. Hər birinizə aydındır, xüsusilə hüquq ictimaiyyətinə aid olan insanlara aydındır ki, bu il hüquq ictimaiyyəti üçün əhəmiyyətli bir ildir. Xüsusilə nəzərə alsaq ki, ölkə prezidentinin sərəncamı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili elan olunub. Biz də bu sayımızı məhz bu mövzuya həsr eləmək istədik. Mövzunu bizlə müzakirə eləyəcək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Muxtar Respublikanın əməkdar hüquqşünası Əli Allahverdiyev. Əli müəllim, xoş gördük sizi yenidən. Sizi verilişimizdə yenidən qonaq eləməkdən çox şadıq. Və xüsusilə belə bir mövzuda qonaq eləməkdən daha da şadıq. İstəyərdim ki, çox uzatmadan və zamana çox aparmadan birbaşa mövzuya və müzakirə edəcəyimiz suallara keçid eləyək. Ümumiyyətlə, bu sərəncamın əhəmiyyəti və məqsədi barədə bizə məlumat versəydiniz, çox sevinərdik. Və sərəncam hüquqi təsisatların işinə nə vəd edir? Yəni, belə bir sərəncamın qəbul olunması, 2025-in məhz Konstitusiya Suverenlik ili elan olunması hüquqi təsisatların işində gözlənilən bir dəyişikliyə səbəb olacaqmı? Ümumiyyətlə, bu sərəncamın bizim üçün faydaları nə olacaq? Çox sağ olun. Həqiqətən, möhtərəm cənab prezidentin 28 dekabr 2024-cü il tarixdə imzaladığı Azərbaycan Respublikasının 25-ci ilin Konstitusiya və Suverenlik ilin elan edilməsi haqqında sərəncamı çox böyük, mühüm əhəmiyyətə malik olan bir sənəddir. Müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun ali prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq 100 illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Siz bilirsiniz ki, 1991-ci ildə, oktyabr ayının 28-də qəbul olunmuş Azərbaycan Respublikasının müstəqilliyi haqqında, Konstitusiya haqqında yeni konstitusiyanın birbaşa yaradılması nəzərdə tutulurdu. Lakin həmin dövrdə 91-93-cü illərdə deməli hakimiyyətdə yaranmış o fəaliyyətdə bir növ baş verən o boşluqlar nəticəsində, eyni zamanda həmin dövrdə olan o dövlət idarə etməsi mexanizmində olan o boşluqlar nəticəsində bu konstitusiya aksının həmin dövrdə qəbul edilməsi mümkün olmadı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində Azərbaycan Respublikasının ilk müstəqil konstitusiyasının qəbul edilməsi üçün geniş bir addımlar atıldı. Siz bilirsiniz ki, həmin dövrlərdə ilk olaraq Azərbaycanın milli konstitusiyasının yaranması ilə əlaqədar konstitusiya layihəsinin qəbul edilməsi komissiyası yaradıldı və orada ölkənin ən nüfuzlu hüquqşünasları, ölkədə fəaliyyət göstərən yüksək vəzifəli deməli bu sahədə çalışan şəxslər daxil olmaqla konstitusiyanın layihəsi hazırlandı və ümumxalq səs verməsi referendum yolu ilə 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan noyabr ayının 12-sində Azərbaycan Respublikasının ilk milli konstitusiyası qəbul edildi və həmin konstitusiyada 27 noyabrdan 1995-ci ildən qüvvəyə mindi. Yəni, bugün həmin suverenlik və konstitusiya ilinin elan edilməsinin də böyük bir siyasi və tarixi əhəmiyyəti var. Siz bilirsiniz ki, 2020-ci ilin sentyabr ayının 27-sində Ermənistanın təxribatçı hərəkətlərinə deməli cavab olaraq başlanmış Vətən müharibəsində bizim rəşadətli ordumuz Ali Baş Komandanının rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində bizim 20 ildən çox işğalda qalmış torpaqlarımızı azad edilməsi ilə nəticələndi. 23-cü ilin sentyabr ayının 19-20-sində deməli həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Məhz elə həmin vaxtda da Azərbaycan Respublikası Prezidentinin 24-cü il 19 sentyabr tarixli sərəncamı ilə əsasən sentyabr ayının 20-si Azərbaycan Respublikasının dövlət suverenliyi günü kimi elan edildi. Bu günləri siz bilirsiniz ki, 1995-ci ilin noyabr ayında qəbul olmuş konstitusiyanın qəbul edilməsindən 30 il bizim deməli ərazilərimizin azad edilməklə dövlət suverenliyinin bərpa olunmasından isə 5 ili tamam oldu. Yəni, hər iki bu elə sərəncamın məzmununda da bu nəzərdə tutulur. Bunun da elə tarixi əhəmiyyəti, bu rəmzi xarakter daşıyır və ona görə də bu mühüm siyasi əhəmiyyətə malik olan bir sərəncam olmaqla eyni zamanda Azərbaycan Respublikasının konstitusiyasının icrası, eyni zamanda onun vətəndaşların hüquq və azadlıqlarının bütün Respublikanın ərazisində deməli tətbiq olunmasına geniş imkanlar yaratmış oldu.
Təşəkkür edirik Əli müəllim. İstəyərdim biz konstitusiyanın əhəmiyyəti barədə danışaq və konstitusiyon dəyərlərin əhəmiyyəti nədədir? Yəni bir konstitusiyaya sahib olmaq bir xalqa nə verir? Çox gözəl sualdır. Bilirsiniz, hər bir dövlətin konstitusiyası mövcud olmayan dövlətdən burada hər hansı bir dövlətin ali qanunun olmasından söhbət gedə bilməz. Hər bir dövlətin idarə olunmasında, onun deməli, istər siyasi, istər hüquqi və iqtisadi cəhətdən inkişaf eləməsi üçün onun konstitusiyası olmalıdır. Nəyə görə konstitusiya burada ilk növbədə lazımdır? Konstitusiya hər bir dövlətin ali qanunudur. Konstitusiya Respublikanın ərazisində yüksək hüquqi qüvvəyə malik olan bir yüksək qanunvericilik aktıdır. Əgər konstitusiyanın özündə konkret olaraq həmin konstitusiyanın Azərbaycan Respublikasını kənar qoyaq, bütün dövlətləri götürək. Bu günləri konstitusiyanın özündə onun ən yüksək hüquqi qüvvəyə malik olması və bütün ərazidə onun deməli tətbiqinin məcburi xarakter almasının olmaması o konstitusiyanın əhəmiyyətini də azaltmış olur. Bundan əvvəl də biz əgər tarixə bir ekskursiya etmiş olsaq, biz görərik ki, bundan əvvəl də ilk dəfə deyək ki, Amerika Birləşmiş Ştatlarında 1787-ci ildə ilk yazılı konstitusiya qəbul olunmuşdu. Buna qədər isə belə deyək də konstitusiyalar müxtəlif dövlətlərdə, hətta 1600-cü ildə San Marino Respublikasında da konstitusiya mövcud olmuşdur. Lakin bu konstitusiyalar qəbul olunarkən bəzən bir növü o konstitusiyalar bəyannamə formasında, deklarasiya formasında olurdu ki, və konstitusiyanın özündə də əgər konstitusiyanın yüksək hüquqi qüvvəyə malik olması əks olunmurdusa, bunun o çəkisi də bir dərəcə aşağı düşmüş olurdu. Bugün qəbul olunmuş Azərbaycan Respublikasının konstitusiyası çox dərin demokratik dəyərləri özündə əks etdirən, insan, vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirən konstitusiyadır. Konstitusiyanın birbaşa 147-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının konstitusiyası Azərbaycan Respublikasının ərazisində ən yüksək qüvvəyə malik olan hüquqi aktdır. Bunun əhəmiyyəti nədən ibarətdir? Yəni, bütün qanunlar məhz konstitusiyaya uyğun olmalıdır. İstənilən sahəvi qanunlar qəbul olunur, onlar konstitusiyadan üstün qüvvəyə malik ola bilməz. Ona görə də məhz konstitusiyanın əhəmiyyəti bundan ibarətdir ki, o ölkənin ali qanunvericilik sənədidir və bunun əsasında da, konstitusiya əsasında da bütün qanunlar da ona tabe olur. Biz əvvəlki deməli Azərbaycan Respublikasının tarixinə nəzər salsaq, Azərbaycan Respublikasında indiyə qədər deməli 4 konstitusiya mövcud olubdur. Azərbaycan Respublikası ilk dəfə yaranarkən mart ayının 21-də 1921-ci ildə ilk konstitusiya qəbul olunmuşdur. Düzdür, bu konstitusiya konkret olaraq orada geniş, belə deyək, insan hüquq və azadlıqlarını nəzərdə tutmurdu. Bundan sonra isə SSR-nin konstitusiyasının qəbul edilməsi nəticəsində bu SSR konstitusiyasına uyğun olaraq 25-ci ilin may ayında ikinci dəfə əlavə dəyişikliklərlə bu qəbul olundu. 37-ci ildə SSR konstitusiyasının qəbul edilməsindən sonra artıq Azərbaycan Respublikasının konstitusiyasının məzmunu da məhz o konstitusiyanın müddəalarına uyğunlaşdırıldı. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan Respublikasının o 4-cü konstitusiyası, hansı ki SSR-nin konstitusiyası 1977-ci ildə qəbul edilmişdi. Bundan sonra ona uyğun olaraq 78-ci ildə Azərbaycan Respublikasının konstitusiyası mart ayında qəbul olundu və bu konstitusiyada da ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili olması konstitusiyada öz əksini tapdı. Bu çox cəsarətli bir addım idi həmin dövr üçün. SSR Sovetlər İttifaqının tərkibində olduğu dövrdə dövlət və şəxsiyyət anlayışı ilk dəfə, demokratiya ifadələri ilk dəfə həmin konstitusiyaya əlavə olundu. Bugün ən fundamental hüquqlardan biri olan seçmək hüququ, seçki hüququ, yaşamaq hüququ, ailə hüququ, təqsirlilik prezumpsiyası hüququ, əmək hüququ, istirahət hüququ bu insan vətəndaşlara verilən ən geniş hüquqlardan biridir ki, və bu günləri də Azərbaycan Respublikasının konstitusiyasında təsbit olunmuş bu hüquqlar geniş tətbiq olunmaqla insan və vətəndaş hüquqları Azərbaycan Respublikasının konstitusiyasının müddəalarına uyğun olaraq tam şəkildə həyata keçirilir. Eyni zamanda hər bir şəxsin inzibati və məhkəmə qaydasında öz pozulmuş hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ da təsbit olunubdur ki, bu da geniş hüquqların, bilavasitə konstitusiyadan doğan hüquqların həyata keçirilməsinin təmin olunmasına yönəlibdir. Və bu da konstitusiyanın yüksək hüquqi qüvvəyə malik olmasını bir daha açıq surətdə göstərir.
Çox təşəkkür edirik Əli müəllim. Əslində siz elə həm birinci sualda, həm ikinci sualda o mövzuya toxundunuz. Torpaqlarımızın 30 illik işğalı ağrısına. Məlumdur ki, Konstitusiyamız 1995-ci ildə əslində bizim ərazimizin 20%-nin işğal olduğu bir siyasi şəraitdə qəbul olunmuş bir konstitusiya idi. Ona görə elə bilmək istəyirdik görək, dövlət suverenliyinə qəsd olunduğu bir şəraitdə qəbul olunmuş bir konstitusiyada suverenliklə bağlı hansı normalar nəzərdə tutulmuşdu? Ümumiyyətlə bizim konstitusiyamız həmin vaxtın o siyasi necə deyirlər, mənzərəsindən nə qədər təsirlənmişdi. Çünki aydın məsələdir ki, hər bir hüquqi akt həmin dövrün sosial və siyasi hadisələrindən müəyyən qədər təsirlənir. Yəni ona görə bizə izah eləsəydiniz, konstitusiyamızda suverenliklə bağlı normalar, bunlar ümumi digər ölkələrin, yəni konstitusiyalarında nəzərdə tutulmuş normada idimi, yoxsa bizdə əlavə olaraq həmin dövrə uyğun başqa normalar qəbul olunması ehtiyacı yaranmışdı və bu ehtiyac konstitusiyada qarşılanmışdımı? Ayşən xanım, deməli, Konstitusiyaya nəzərə salsaq, Konstitusiyanın 11-ci maddəsi ərazi anlayışı adlı başlığı altında qəbul olunubdur. Bunun da mənası odur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Biz əvvəlki Konstitusiya normalarına baxdıqda, yəni hər bir dövlətin müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün ilk növbədə onun suverenliyi olmalıdır, ərazi bütövlüyü olmalıdır və dövlətin Konstitusiyasında bunun yüksək dərəcədə nəzərə alınması məhz həmin dövlətin o suverenliyini əks etdirən mühüm atributlardan biridir. Biz ilk dövrdə 91-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdə hər hansı bir qanunvericilik normasından söhbət gedə bilmirdi. Bu SSR-nin tərkibində olan qanunlar norması idi. Həmin dövrdə artıq Azərbaycan Respublikasının konstitusiyaya uyğun qanunlar qəbul olunmalı idi. Bizim hüquqlarımız konstitusiya ilə tənzimlənməli idi. Yəni, beynəlxalq hüquq normaları da o halda ölkə ərazisində tətbiq oluna bilər ki, bu konstitusiyanın müddəalarına zidd olmasın. Belə bir şəraitdə isə artıq konstitusiyanın əhəmiyyəti də və öz hüququ yerini və çəkisini də daha da artırmış olur. Suverenliklə əlaqədar onu demək olar ki, konstitusiyanın 2-ci maddəsi sırf məhz elə bu məsələyə həll olunub ki, maddənin adı da xalqın suverenliyi adlanır. Və orada da birbaşa göstərilir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarə etmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumi haqq səs verməsi, referendum və ümumi bərabər və birbaşa seçki əsasında sərbəst, gizli və şəxsi səs vermək yolu ilə seçilmiş nümayəndələr vasitəsilə həyata keçirir. Bu da xalqın suverenliyini ifadə edən mühüm bir normadır. Təşəkkür edirik Əli müəllim. Siz elə bayaqki suallarda yenə də qeyd elədiniz ki, bizim müasir konstitusiyamız ilk milli konstitusiyamız olsa da, əslində bizim hüquq tariximizdə Sovet rejimini əks elətdirsə belə, hər bir halda Azərbaycan Respublikasının konstitusiyaları mövcud idi. 3 ədəd Sovet rejimi daxilində qəbul olunmuş konstitusiyalar. Yəqin ki, Azərbaycan Respublikasının müstəqil konstitusiyası artıq müəyyən bir fərqliliklər ortaya qoydu və çünki əlbəttə ki, bu müstəqillik dövründə qəbul olunmuşdu. Azərbaycan xalqının, necə deyərlər, xalqın və dövlətin niyyətlərini bir növ beynəlxalq arenaya və ümumi xalqa bəyan edən bir sənəd idi. Bu aspektdən baxanda, ümumiyyətlə bizim konstitusiyanı mütərəqqi edən normalar nələr idi? Yəni, konstitusiyamız nələr ilə fərqlənirdi? Hansı normalar ki, onlar sırf Azərbaycan xalqının dövlətçiliyə baxışını əks elətdirirdi. Xalqın hüquqlarını birbaşa bəyan etməklə onun xalqa verdiyi dəyəri özündə ehtiva edirdi. Hazırda Azərbaycan Respublikasının konstitusiyasında dövlətin ali məqsədini təcəssüm əks etdirən 12-ci maddə var. Və dövlət konstitusiyada da bir insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi irəli sürübdür. Əvvəlki konstitusiyalarda ümumiyyətlə insan amilinə, vətəndaşların hüquqlarına geniş yer verilmirdi. Bu günləri Azərbaycan Respublikasının dövlət bayrağı, Azərbaycan Respublikasının gerbi, Azərbaycan Respublikasının himninin konstitusiyada əks olunması, Azərbaycan Respublikasının konstitusiyasının yüksək hüquqi qüvvəyə malik olması və Azərbaycan Respublikasının bütün ərazisində şamil olunması bu konstitusiyanın deməli insan və vətəndaşlara verdiyi hüquqların deməli bariz nümunəsidir. Əvvəlki dövrlərlə müqayisədə biz deməli konkret olaraq belə deyək də formal xarakter daşıyırdı həmin konstitusiyalar
Konstitusiyada da vətəndaşların hüquqlarından bəhs edən müddalar ümumiyyətlə öz əksini tapmırdı. Bu 78-ci il Konstitusiyasında vətəndaş demokratiya, eyni zamanda Azərbaycan dilinin dövlət dili olması anlayışı, dövlət və şəxsiyyət anlayışlarının Konstitusiyaya daxil edilməsi, öz əksini tapması və bundan sonraki doğan deməli hazırki şəraitdə isə bunun davamı olaraq bu hüquqların daha da genişləndirilməsi bu Konstitusiyanın əhəmiyyətini biraz da daha da çox artırdı. Əli müəllim, əslində istəyərdim sizinlə bir şey də müzakirə eləyək. Nəyə görə? Çünki sizin ümumiyyətlə demək olar ki, ömrünüzü hüquq sahəsinə həsr eləmisiniz və karyeranızın da uzun bir müddəti müstəqillik dövrünün hüquq sistemi içərisində keçib. Amma hər bir halda bizdən daha çox Sovet rejiminin də hüquqi mənzərəsinə siz bələd idiniz. Ən azından tələbəlik illərində o rejim içərisində təhsil almısınız. İstəyərdim bir müqayisəli təhlil də aparaq. Xüsusilə hamımız bilirik ki, Sovet rejiminin indiki demokratik dövlətçilikdən ən böyük fərqlərindən biri mülkiyyətə qarşı münasibəti idi. Xüsusilə hüquqşünaslar üçün önəmli bir mövzudur, mülkiyyətin əhəmiyyəti. Mümkündürmü qarşılıqlı müqayisəli təhlil aparaq? Buna belə yanaşaq. Deməli, həmin dövrdə, SSR dövründə konkret olaraq Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsinin, partiyanın daha doğrusu qəbul etdiyi qərarlarının və Komünist Partiyasının ideologiyasının həyata keçirilməsi istiqamətində Konstitusiya qurulmuşdur. Konkret olaraq vətəndaşların sərbəst toplama azadlığından söhbət gedə bilməzdi. Həmin dövrdə deyək ki, SSR-nin tərkibində olan müttəfiq respublikalarda formal olaraq konstitusiyalar mövcuddur. Amma onlar müstəqil dövlətin, suveren dövlətin konstitusiyası hesab oluna bilməzdi. Çünki SSR 15 müttəfiq respublikanın içərisində təsvib olunmuşdur. Həmin dövrlərdə ədalət mühakiməsinin həyata keçirilməsi üçün konkret olaraq xalq məhkəmələri mövcuddur və hakimlərin vəzifəyə təyinatı da tamamilə başqa səvkidə idi. Bu günlər isə Azərbaycan Respublikasının Konstitusiyasının 12 noyabrda qəbul edilməsindən sonra məhz Konstitusiyanın özündə də Konstitusiya Komissiyası orada birbaşa nəzərdə tutulurdu ki, bu deməli insan hüquq və azadlıqlarını daha da deməli müdafiəsini təmin etmək, qanunların konstitusiyaya uyğun olunmasına hüquqi qiymət vermək üçün Konstitusiya məhkəməsi yaradılsın. Və ilk dəfə də 1998-ci ildə 9 nəfərdən ibarət olan Konstitusiya məhkəməsi təsis olundu. Konstitusiya məhkəməsi təsis olunduqdan sonra qəbul olunmuş qərarların Konstitusiyaya uyğunluğunu yoxlayan yeganə orqanıdır. Və belə olan halda aparılan dərin köklü hüquqi islahatlar, məhkəmə sisteminin dəyişdirilməsi, Konstitusiya məhkəməsinin yaradılması, bunun davamı olaraq insan hüquqlarının müdafiəsi ilə əlaqədar ombudsman təsisatının yaradılması, daha qanunvericilik vətəndaşlığının məhkəməyə əlçatanlığının təmin edilməsi baxımından təkmilləşdirilərək son vaxtlarda elektron məhkəmə informasiya sisteminin yaradılması, hər bir şəxsin Konstitusiyanın qəbul olunmasından sonra 2001-ci ilin fevral ayında Azərbaycan Respublikasının Avropa Şurasına qəbul olması, Avropa Konvensiyasını mart ayında ratifikasiya etməsi və bunun nəticəsində də hər bir şəxsin ədalətli məhkəmə araşdırılması hüququndan bəhs edən konvensiyanın 6-cı maddələrinin qəbul etməsi və onun Azərbaycan Respublikasında həyata keçirilməsini təmin etməsi bu deməli köklü islahatların davamı idi və əvvəlki dövrlərdə isə məhkəmələr mövcuddur, məhkəmələr işlərə baxırdı, amma bu günləri konkret olaraq daha geniş o hüquqların müdafiəsi üçün hüquqi mexanizmlər kifayət qədər deyildi. Bu gün isə konkret olaraq bu təsisatların yaranması isə insanlar, vətəndaşların konstitusiyon hüquqlarının daha səmərəli həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, konvensiyanın bir saylı müddəasında göstərilən mülkiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi bu əsas amillərdən biridir. Və bu günləri hər bir şəxsin deməli məhkəmə qarşısında öz işinin ədalətli araşdırılması hüququnun, pulsuz müdafiə hüququnun təmin edilməsi, təqsirlilik prezumpsiyası anlayışı, yəni təqsirlilik prezumpsiyası anlayışı ondan ibarətdir ki, heç bir şəxs törətmədiyi əmələ görə onun əməli məhkəmənin qanun qüvvəsini almış hökmü ilə sübuta yetirilməyibsə, bu təqsirsiz sayılır. Əmək hüquqları, istirahət hüququ, pensiya hüququ, sosial təminat hüququ, yaşamaq hüququ, vətəndaşlıq hüququ, ailə hüququ və ailə hüququnun özünə belə dövlət tərəfindən xüsusi deməli mühafizə olunması, uşaq hüquqlarının həyata keçirilməsində
ailə üzvlərində valideynlərin hüquq və vəzifəsinin geniş müdafiə olunması, eyni zamanda uşaqların dövlət təminatında olması, dövlətin nəzarəti altında olması bu konstitusiyada nəzərdə tutulmuş mühüm amillərdən biridir ki, məhz əvvəlki konstitusiyalarda bu hallar nəzərdə tutulmurdu. İstəyərdim bir mövzuya da toxunaq. Deməli, bizim verilişimizin özünün məqsədi cəmiyyətdə hüquqi fərqindəliyi yüksəltməkdir. Amma 90-cı illərin mənzərəsinə baxanda ümumiyyətlə hüquqi cəhətdən, siyasi cəhətdən çox gərgin proseslər gedirdi. Həmin dövrlərdə xüsusilə məsələn bir xalq artıq bir dövlət konstitusiya qəbul eləyir və hüquqi, necə deyirlər, prioritetlərini bəyan eləyir. Belə bir şəraitdə cəmiyyətin bu prosesdə ictimai iştirakçılığı nə səviyyədə idi? Deməli, həmin dövrdə mən əvvəl də qeyd elədim ki, deməli, Azərbaycan SSR-ni götürsək, SSR-in də onun daxilində konstitusiyalar ümum Azərbaycan qurultayında qəbul olunurdu. Qurultayda da deməli, Mərkəzi Komitənin xətti, siyasi xəttini, onun ideyasını həyata keçirirdi. Ali Sovet deməli, növbədən kənar sessiyalarında konstitusiyanı qəbul edildi, bunlarla qədər qərarlar qəbul edirdi. Amma indi isə onun fərqi ondan ibarətdir ki, Azərbaycan Respublikasının konstitusiyası Azərbaycan Respublikasının vətəndaşlarının birbaşa ümumxalq səs verməsi yolu ilə xalqın ümumi rəyi əsasında, səsi əsasında referendum yolu ilə seçilir. Yəni, bunun demokratik cəhəti ondan ibarətdir ki, xalq bilavasitə öz gələcəyini, öz taleyini müəyyən etməkdə, bilavasitə dövlətin deməli, qurulmasında, dövlətin inkişafında, onun siyasi, hüquqi və iqtisadi əsaslarının formalaşmasında birbaşa iştirak edir. Bəs Əli müəllim, xatırlayırsınızmı, həmin vaxtlar o ilk Milli Konstitusiyamızın layihəsi artıq ictimaiyyətə elan olunanda, o ictimai fikir öyrənilməyə çalışanda, yəni sizin şəxsi xatirələriniz necədir? O layihə ilə tanış olurdunuzmu? Ümumiyyətlə ictimaiyyət, adi bir xalq buna reaksiya verirdimi? Yoxsa müzakirələr daha çox ziyalı təbəqə arasında mı gedirdi? Bizim konstitusiyamız qəbul edilərkən o konstitusiyanın layihəsi geniş dərc olunmuşdur. Hər bir şəxs kimliyindən asılı olmayaraq konstitusiyanın müddəaları ilə tanış olur. Konstitusiyanın müddəalarına öz fikrini bildirirdi. Məhz konstitusiya layihəsinin hazırlanmaq komissiyası da məhz bu məqsədlə yaradılmışdı. Müxtəlif təbəqəni təşkil edən ziyalılar, hüquqşünaslar konkret olaraq həmin komissiyanın tərkibinə daxil olunmuşdu. Dahi liderimiz, ümumi lider Heydər Əliyev məhz Konstitusiya Komissiyasının da sədri idi. 35 nəfərdən ibarət Konstitusiyanın layihəsini qəbul etmə komissiyası yaradılmışdı ki, və bu Konstitusiya üzərində geniş müzakirələr aparılmaqla, xalqın ümumi fikri, iradəsi, deməli, istəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının gələcəyi, onun qüdrətli dövlət olması, onun çiçəklənməsi naminə, vətəndaşların hüquqlarının və azadlıqlarının daha etibarlı təmin olunması istiqamətində çox böyük və önəmli təkliflər irəli sürüldü ki, və bu günlərdə Azərbaycan Respublikasının konstitusiyası dünya dövlətləri sırasında qəbul edilmiş konstitusiyalardan mən deyərdim ki, ən üstün və yüksək qüvvəyə malik olan bir konstitusiyadır. Konstitusiya qəbul olunursa və onun konstitusiyanın müddəalarında onun bütün deməli dövlətin ərazisində üstün hüquqi qüvvəyə malik olması və ali konstitusiyanın, ali qanun olması göstərilmirsə, deməli, həmin qanunun da əhəmiyyəti olmur. Dünya praktikasının bəzi ölkələrin konstitusiyasını nəzərdən keçirəndə söz o müddəalar orada öz əksini tapmayıb, yoxdur. Belə olan halda, yəni Azərbaycan Respublikasının konstitusiyası dünyəvi dəyərlərə malik olan çox demokratik və xalqın iradəsini əks etdirən əsl suveren dövlətin konstitusiyasıdır. Çox təşəkkür edirik Əli müəllim. Ümumiyyətlə bu mövzu əslində həm adidir, hər birimizin həyatında gündəlik bildiyimiz, konstitusiya, məktəbdə dərslərdə gördüyümüz bir fən kimi qarşımıza çıxıb. Sonra xüsusilə o peşə sahəsində ixtisas seçimindən sonra birbaşa tamamilə necə deyirlər, bir hüquqi sənət kimi davamlı ünsiyyətdə olduğumuz bir sənətdir. Əlbəttə ki, bir şeylə çox ünsiyyətdə olmaq bəzən onu adiləşdirir və əhəmiyyətini dərk eləmək imkanlarından bizi bəzən məhrum edir. Amma xüsusilə 90-cı illərin nəsli olaraq mən öz adıma deyə bilərəm ki, bəzi ölkələr ola bilsin ki, yaranmış siyasi şəraitdə öz müstəqilliklərini əldə ediblər. Amma bizim nəsil olaraq özümüzdən əvvəlki nəslə əslində çox böyük bir minnətdarlıq borcluyuq.
müstəqilliyi qazanmaqları üçün, bizi müstəqil bir dövlətdə böyütdükləri üçün, müstəqil bir necə deyirlər, kimliyə sahib olmaq belə əslində çox böyük bir xoşbəxtçilikdir. Bəzən onun fərqində olmasaq belə böyük bir xoşbəxtçilikdir. Ona görə mən elə bu nəslin bir nümayəndəsi adına, sizin nəslin bir nümayəndəsi kimi sizə təşəkkür eləmək istəyirəm. Bilirəm ki, çox böyük qanunlar hesabına, çox böyük risklər hesabına, bir çox şeyi gözə almaq hesabına müstəqilliyimiz əldə olunubdur. İstər bizim adi xalq, istər ziyalı təbəqə, istər siyasi xadimlər, hər birinin böyük bir rolu hesabına biz bu gün belə müstəqil bir ölkədə yaşayırıq. Bu əslində böyük bir xoşbəxtçilikdir. Və əlavə olaraq da konstitusiyaya sahib olmaq. Hər hansı bir beynəlxalq arenada öz dilinin, öz ölkənin, öz konstitusiyanın olması, bundan fəxr eləmək belə böyük bir, necə deyirlər, üstünlükdür. Mənə elə gəlir ki, bunları qeyd eləmək lazımdır, xatırlamaq üçün, arada bir bizim üçün adiləşən dəyərlərin əhəmiyyətini bilmək üçün. Mövzuya verdiyiniz dəyərli qatqılar üçün çox minnətdaram Əli müəllim, xüsusilə həmin dövrü bizə aydınlaşdırdığınız üçün. Əziz tamaşaçılar, sizə də təşəkkür edirik. Bizi dinlədiniz, izlədiniz. Mövzumuz konstitusiya və suverenlik idi və xüsusilə konstitusiyon dəyərlərinin əhəmiyyəti idi. Mövzunu bizlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Muxtar Respublikanın əməkdar hüquqşünası Əli müəllim Allahverdiyev müzakirə etdi. Vacib nüanslara aydınlıq gətirdi. Çox təşəkkür edirik. Bizi dinlədiyiniz üçün, izlədiyiniz üçün minnətdarıq.